Salam, videoya xoş gəlmisiniz. Bu videoda Bakıdan Şuşaya olan ailəvi səfərimizi sizinlə bölüşəcəm. YouTube-da paylaşacağım ilk səsli vlog olacaq. YouTube üçün vlog çəkməyi planlaşdırmışdım, ancaq videoları istədiyim formada çəkə bilmədim. Amma yenə də paylaşmaq qərarına gəldim. Bu gəzintini 2025-ci sentyabrında ayın 6-sı 7-sində etmişdik. Ancaq indi paylaşa bilirəm, vaxtım olmadığına görə. Deməli, Şuşa ilə bağlı paylaşacağım 5 vlogdan biri olacaq. Uzun videolar çəkdiyim üçün hamısı bir videoya yerləşməyəcək. Ona görə 4 hissəyə bölməli oldum. Bu paylaşacağım ilk getdiyimiz, ailəvi getdiyimiz, sonra isə mənim 5 günlük etdiyim gəzintinin videosunu paylaşacağım. Deməli, Bakıdan 3 maşınla yola düşürük, ancaq maşınlardan birində problem baş verdiyinə görə 2 maşın yola davam etdik. Rayon yolunu çox paylaşmayacağım. Ona görə Qarabağdan çəkdiyimiz videolardan davam edək. Şuşada atam və əmimgilin evi bir-birinə çox yaxındır. İlk olaraq əmimgilin evinə gedəcəyik, elə gecəni də orada qalacağıq. Atamgilin evinə işğaldan azad alınandan sonra yaxşı baxılmadığı və uzun müddət qalınmadığı üçün əmimgilin evində qalacağıq. Orada şəraiti normaldır. Oh my god. Azerbaycan. Qalxacaq bir partiyada qalxacaq. Ustam. Dostlar. Telefon alar falan. Maşında. Müthiş. Ay uşaqlar. Şöyle. Şu an dolamaları. Ama təzə yol çəkir də, düz yol eləyəcək. Yəni çox dolam olmayacaq. Girmədilər də içəri. Xankəndi. Sonra nereye koyarım yine? Düz deyib, var o da buradır. Buradır. Hə. Biz bura gəlmişik. Sarki Babankildir, hə. Biraz böğürtlen yiyeyim gəlirəm. Yuxarıda iriləri var. Yığacam bundan gedəndə. Mina dolanda ölüm varsa burada ölmek burada ölecek. Necə bağlanmışdı bu?
Nokta. Əmimgilin evinə qalxıram və ev. Maşın dalın var boşaldın da. Oyda, getdi aşağı. Qarış gəlmiş ağacı. Bakıda tapa bilmirik. Niye? Beğenmedin abi. Telefona az bax da Rafik. Sen ne kola? Benim alt sesli diyor. Sonra da bu benim alt sesli. Üst sesli yapıyor. Ben kalmalı. Sen beni söyledin. Okey. Buraya. Ayda. Admışam. Yine yiyək. Əmginin evinə çatmışıq və gedirik atamı işdən gətirək. Ondan sonra yemək üçün hazırlıqlar və ya bugün və ya sabahları ümumi olaraq gəlmək. Daha çox sabah gələcəm, görüntülər əlavə edəcəm. Abi bir dəqiqə. Belə. Özün adı verdin? Yok, ben de kapatırım ha. Ha, işte biz onda düşək üstən aşağı. Düz. Ha, çıkmışsın seni görüyorum, gelip yola çıktım. Yaxşı. Açık gidip kapalı, çiğ kafadan atıyorsun, bir gidelim. Ama tabii gözümde başka gözümde. Yaxşı. Ha, görürüm, gelirsiniz. Hepsi kapalı gelmez çatırsın. Okey. Ha, düz gelin, Svetofor'dan dönersiniz sağa. Ama Svetofor iştir ha, yani. Svetofor işləyir. Ha, oradan düz gelirsiniz, ücret görürüm sizi yine. Yaxşı. Gelin, daha da doğru yolda yani, şey yok. Yaxşı. Ha, işte. Zamanında bir hoşum var, değil mi? Ha. Ha. Ha, şimdi oradan Svetofor'dan dönersiniz. Ha, tamam. Şef bəyəcəm. Vay, nə var? Sonra... Привет. Tamam, aynen. Hoş gördük. Başında Tamam. Allah çok. Nefes abi. Evet, tamam sana. Doğru, sola. Müştəm necəsən? Allah. Ha, biz başa gəldik. Başa. Biz də geri qayıtalım. Təəssüf.
O da aa, bütün geldi ya, satmışdı. Ama da girişte var. O da tam yapmışlar. Şuşada yenidən təmir edilmiş yaşayış masivi. Çox qəşəng sərgəli düzəldilər. Mükəmməl. Erməni kaskıdır ha bu. Erməni kaskıdır. Ermənicə bilən tərcümə. Ermənicə də o. Ev muzeyinin yanındakı. Elə ev muzeyini aparsam bəs eləməz mi mənim oğlum? Tabii ki. Oh my god. Bir tane canlı heyvan yoxdur. Evin arka hissəsi. Burada deyəsən boşluq deyil bu yerin altı. Neyse. Yol uzanır o tarafa ha. Taş parçalarına bak. Bu nedir böyle? Böğürtlen burada ha. İçtik. Ne var orada işte? Boşluk. Boşluktur. Böğürtlen kolları. Möhtəşəm. Yavaş dur. Tarixi də havalarda. Amma bu mənim lisə müəlliməm olubdu. Mənim ən gözəl rəhbər müəlliməm. Lisə müəlliməm. Bax, onun evidir. Görsən mən tarixi nə cür qəbul edirəm. Baba lisə müəlliməm. Şey var ha. Ha. Giriş var. Buradan da giriş var. Buradan sonra bax Kastinsadır, Qarabağ. Kastinsa. Bu əvvəldən qalandır. Ha, remont ediblər qəşəng. Burada poçtu. Böyük poçtu, o vaxtdan tikilən poçtu. Yavaş yavaş. Döndər, yavaş yavaş döndər. Qalaya gedək birinci. Ha, gedək qalaya, düz gedərsən, burada gözlə, sağına soluna. Bizə qalaya Ha, düzgün keçsə. qoydular, düzgün qoydular, girmir. Uşaqsa gedəcək. Düz Sən bu gedərsən. maşın sənin səsidir. Baba raykomdur. Qabağında şəkil çəkmə var, Üzeyir adını Bu maşın nə maşın? düz gedərsən. Tam qalmışsan. Siz aparacağım, işlədiyim yerə, axırıncı dəfə 92-ci ildə may ayın 7-si çıxırdı. Şatır. Şuşa türməsi. Bələdçimiz atamdır. Pulsuz, free. Vaqif yuxulu da hələ də. Ayman ha.
Ben olmuş. Ne olmadı? Yo ben kendi yolda görmüştüm. Ya şu şavatta. Biriş ilişki, bak ben sana. Biriş. Kendinize baksın. Ya şimdi nişanladı ya. Uşaklara bizim de o zaman çocuk. Ali gel çek. Bak Ali. Gəlirəm. Qoy bir dənə çəkim video sonra. Gəlin çəkib çək. Sen elime bir çek edelim. Şəhər giriş icazə var. Hə? Türməyə girmək olur. Düşün, yox. Buradır türmə. Yox, uzaq getmir ya bu. 1992-ci il. Şuşa türməsi. Mənim son müharibə dövrü son gün. Döyüşə çıxdığım zona. Bu bizimkiləri də bu əsir burada saxlayıblar. Hə, əvvəl o əsir deyəndə ki, hə, ermənilər saxladığı türmə bax buradır. Səhər tezdən 13 yaşlı uşağı bax buradan snakerlə, bax oradan keçdən vururlar, bax buradan düşüb bura. Uşaq, 13 yaşlı uşaq. Əli, Montyor Əlinin oğlu. Bax, çəkdik oradan, çəkdik. Postumuzlardır, arkada bir postumuz. O yol başında, bura kafe oldu, kafenin önündən orayan evdə bir oldu. Şuşa türməsi. Buradan yol gedir ama hara gelir? Wow. Bak üstten aşağı görsən uzayına bax, Xankəndi görsənir. Xankəndi böyükdür Şuşada. Yaşayış. Malbəli qutçular bu tərəfdə, bax bu aşağıda Muxatərdir. Muxatər. O tərəfdə Şükətdir, sağ tərəfdə. Bax buradan postlarımız olurdu. Döyüş vaxtları, yəni döyüş vaxtından əvvəl də 25-i, 24-də 25-i keçən günü Xocalı əhvalatları bizim gözümüzün önündə olubdu. Bax Xocalıdakı görünən, bax uzaq məsafədə görünən şəhərciklərimizdən biri olub. Yəni rayon şəhərciklərimiz, yaxın bir insanımız bizi BMP-1 ilə burada qoruyubdu. Bax bu sahəni qoruyub. Erməniləri, rusları qoymayıb buradan bizi. O tərəfdə bax o dağın bizim cıdı düzündən onun sahəsi aşağısında daş altı olub. Bura, yəni raykom katib o vaxtı olan vaxtıdır. Buradan sola gedəsən. Ha, sola da burada. Dayanacaq. Ay tamam. Məktəbətin hamam olub o vaxt. Burada şəhər mərkəzidir. Artıq yəni yeni binaların tikilməsi gedir. Bura Kastinsamızdır sağ tərəfdə. Burada şəhərin mərkəz hissəsidir. Burada Gövhər Ağa məscididir. Yəni Bülbülün şeyinə, muzeyinə, ev muzeyinə. Camaata bax. Ha, oradan sola dön. İşte sürme kalkmadı. Sonra da geçmişsin.
Ha getməmişik, indi gedəcəyik də. Bu gün Cıdır zadı nərənə, sabah da arxayın İsablağı bir də yəqin ki qabağa get. Qabağa get bundan sonra. Gözdə qoyub cəmaət desin. Adamlar da gözler orada bize güzel istikasırlar ya. Görürük. Yolun ortasından getməlisən. Sağla get. Ara ver, belə ver. Düz get. Git burası bile onun gidip tezgahı gibi de gözümüz tez. Neyse tayfadan ayrıldıq. Düz aşağı bilmədiyim bir məhlə ilə. Əslində yox, bura bir limuzi ilə aşağı düşən yoldur. Limuzi ilə mən girmədim. Sonra gəldiyim zaman girmişdim muzeyə. Buradan nə var? Burada heç nə. Boşluq. Boşluq. Bu nədir? Yaxınlaşaq, baxaq. Yaxınlaşaq, burada nə var? Hacıqulların malikanəsi deyə qeyd olunub. Mimarlar Müzəsi 19-cu əsr arxitektural monument. Şuşaylı Dörd Qolu İdarəsi. İçəri keçə bilərik. Keçək. Nə var? Ay. Burada da yəqin ki təmir işləri gedir orada. Məsələn, inşaat materialları falan var. Görək buradan yuxarı qalxmaq olurmu? Məncə olmur, amma yenə də yoxlayaq. İstədiyim kimi tam vloglar çəkə bilmədiyim, ailəvi gəzdiyimiz üçün boşluq çox olmadı, boş vaxtım çox olmadı. Ona görə də istədiyim kimi tam vloglar çəkə bilmədim. Görək burada yuxarı qalxa biləcəkmi? İcazə var ya yox bilmirəm. Amma qalxdıq. Digər kimsə xəbərdarlıq etməsə. Neyse düşək aşağı. Dedi bu dələ. Çıxardı bizi qorxudurdu. Qorxudurdu dələsən, saqqallı, bığlı. Bu da 25 metreden mən 80-ci, 83-cü ilə qədər tutmuşam. Bu da Selfos Texnikum. Bu da qalıb elə. Qalıb, hə, nətər var elə qalıb. Bundan sağa gedəsən. Bu da bir nömrəli məktəb. Mən 3-cü sinifə qədər oxuduğum məktəbdir. Yeniləyiblər. Burada axır ki Cıdır düzünə gəlib çatırıq. Cıdır düzü ilə bağlı biraz məlumat oxuyum sizin üçün. Cıdır düzü Şuşa şəhərinin cənub tərəfində 1300-1340 metr hündürlükdə yerləşən ən məşhur istirahət yerlərindən biridir. Cıdır at çapılan və at yarışları keçirilən yerə deyilir. Qədimdən Qarabağ xanlığı yaranandan at yarışları, oyunlar keçirildiyi üçün bu şəkildə adlandırılmışdır və müxtəlif xarakterli dünya və kütləvi tədbirlər də keçirilmişdir. Düzündən üzbəüz istiqamətdə Topxana meşəsini, aşağıda Daşaltı dərəsinin kanyonunu, 200 metrdən artıq dərinlikdə dərənin dibi ilə axan Qarqa, bəzi yerlərdə Daşaltı deyə adı keçir, çayını görmək olar. Həmçinin ətrafda Üçmüx dağı, Ağzıyastı Kaha, Xəzinə qayası kimi adlanan mənzərəli yerləri də görmək mümkündür. Buradan o tarafa ise mikrofonum işlemir, koşmayı yadından çarpmıştım. Ona göre videonun orijinal sesini paylaşabilmirəm. Öz özümə nə açdığımı da hatırlamıram. Burada mağaraya tərəf qalxırıq. Gedəndə Cıdır düzünə mütləq baş çəkin. Elə də təhlükəli deyil, amma yenə də qalxanda diqqətli olmaq lazımdır. Mağaranın xüsusi adı varmı bilmirəm, araşdırmamışam. Ona görə internetdən araşdıra bilərsiniz. Adı olduğunu eşitmişdim. Xatırlamıram, yenə də internetdən araşdırmaq olar.
Yuxarıdadır ayaqqabı. Bunun altı sürüşür məndə. Wow. Möhtəşəm. Bəli. Bu qədər video çəkdim aşağıdan yuxarı. Aşağıdan yuxarı o qədər video çəkdim. Mikrofonu qoşmamışam. Oydu. Oh my god. Kıralaşır, darıskallaşır da. Ha. Şöyle. Korkma, düşemez de. Möhtəşəm. Dağlarda vuruldum ben. Yüreğim yana yana senin kimi bir oğlana. Allah, o mağaram bir de oradadır bak. Gedək orada. İndi gəl buradan düş də. Tırmanışma basak. Eşidirəm. Ay biz hara qalxmalıyıq hadi. Bax keçiləri kimi düşmüşük. Hara qalxmalıyıq? Yuxarıya. Məzələnmə. Ay kaç. Al bak, ora bak. Kameramdan oranı da yapma. Al. Aynen. Al, yine böyle şapşını. Ha girmiş ya. Ben gireyim. Orada ya. Bu gördüyünüz kilsənin adı Qazancı kilsəsidir. Yanında isə tikiləcək yeni məscid var. Layihəsi çox gözəldir. İnternetdə girib baxa bilərsiniz. Yeni məscid layihəsi Şuşa yazsanız qarşınıza çıxacaq. Nədir çəkir? Bu nədir çəksin yalanına? Toyuqdur. Rüstəmlə kabab keyfi. Elə Rüstəm. Bəli, bəli. Şuşa kebabı. Şuşada kabab. Şuşa kebabı. Eti Şuşadan, özü havası Şuşadan, kömürü Şuşadan. Süfrə Şuşada. Bəli. Çəkin.
saat 8-ə 10 dəqiqə qalır. Çox sakitçilikdir. Məscid tikirlər burada. Çox böyük bir layihədir və möhtəşəm histir burada olmaq. Çox gözəl bir əl işi olacaq. 100%. Məscid və kilsə yan-yana. Möhtəşəm. Erməni keçid hal-hazırda yanından. Ermənicə nəsə danışırdılar. Axşam onun yarısı. Gecəniz xeyrə qalsın. Söyleyeyim neydi 800? Ben söyleyeyim. Bürünmüşük, yatırıq. Onu da ustalara zada Böyle. yoxlatmışlar. Heç nə yox olmuş deyirlər. O da uzun yol görmüyor. Yatırıq. Bedtime.